Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 70.000 manata bu yaraşıqlı ev satışa çıxarıldı. 70.000 manata. Hələ qiymətində endirim də olunacaq. Bilirsiniz hardadır? Saray qəsəbəsində Tərlan Şaldı Sarayın arxasında. Yəqin ki, bir 500, 450, 500, 550 metr məsafədə yerləşir bu ev. 3 otaqlı evdir, kupçalı evdir. Evin də kupçası var, torpağın da kupçası var. Yəqin ki, aydın məsələdir, qaz, su, işıq sayğacları da kanalizasiya stasiyasının mərkəzidir. Bunlar hamısı qaydasındadır, çünki standartlara uyğun bir evdir. Bax, belə evdir, görürsünüz, pəncərəsi iri, balkonlu, padvallı, səlqəli evdir. Hasarı da bax belədir, tarsovka emusiya hasarı da evin özü də tarsovka emusiyadır, bax belə. Aşağısı da bax belə sol kolda qabancıqlarla bəzədilib. Qəşəng evdir, yaraşıqlı evdir. Hələ gəlib canlı baxsız görəcəksiniz. Bu da mərkəzi kanalizasiyanın trapıdır. Darvazadan girdiniz içəri bu ev, buradan da padvalı var. Neçə daş? 7 daş kürsülüdür. Padvalda belə balaca padvalda, indi əldə ayaqda olan artıq şeyləri yığmaq üçün. Pəncərəsi də görünə qəşəng zalın pəncərəsi də iri. Sonra buradan qalxdınız bura, belə bir balkondur, burada kombinin yeridir, qaz xəttinə qədər bura çəkilib hazırdır, rozetkası da buradadır. Buradan da daxil oluruq evimizin içərisinə. Bax belə, koridorla gəlirsiniz, görürsünüz, burada qəşəng belə bir dekor düzəldilib, işıqlı. Demək, koridordur, hamam tualetdir, mətbəxdir, istipoldur. Qalanları radiator, görürsünüz, keramikadır özdə. Koridorla gəlindən sonra buradan birbaşa giririk qonaq otağına, yəni zala. Bax, görürsünüz nə qəşəngdir, TV istəyinti yeri, əlavə burada bir dekor düzəldilib. Pəncərələrinə baxın, görürsünüz. Bax, pəncərələr, zalın hər başında belə pəncərələr qoyulub. 100% bilirəm, gəlib buna baxıb bəyənəcəksiniz. Çünki həqiqi yaraşıqlı evdir. 70.000 manatdan da hələ qiymətli endirim olunacaq. TV istəyinti yerin görünə boyda belə qəşəng sərgəli düzəldilib. Sonra, qonaq otağından başqa bir dənə mətbəxə də baxaq. Bu da mətbəxidir. İri pəncərə, görünə boyda pəncərə qoydu, iri pəncərə. Mebel arası keramika vurulub, qaz xəttinə qədər çəkilib, bütün nöqtələr, aspiratorun yerinə qədər, təzyiqi də yoxlayıb ki, istipol görüm, suyu saxlayır, saxlamır. Yəni, bu yerlərinə qədər hamısı müəyyən olunub. Bu da yataq otağıdır. Bax, bu bir yataq otağıdır, görürsünüz. Yataq otağı, TV istəyinti yerinə qədər qoyulub. Burada da bir yataq otağıdır. Belə hamısı normal, böyük otaqlardır. Görürsünüz, bax belə. Məsafədə ara məsafə. Arxadan bir dənə buradan göstərək. Bax, bu evin arxasında olan ara məsafədir. O baş, bu baş, bütün məsafə hamısı gözlənilib. Kupçalı evdir, paket kupçalı evdir. Alar almaz, birbaşa qeydiyyata düşə biləcəyiniz evdir. Bu da sanitar qovşağıdır. Bu da sanitar qovşağı. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində Tərlan Şaldı Sarayın arxasında, yəni ana yoldan, əsas yoldan 500 metr, 550 metr məsafədədir bu ev. 70.000 manatadır, qiymətində endirim olunacaq, kupçalı evdir, qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. Ondan sonra hər şey qaydasında olan bir evdir. Mütləq gəlin bu evə baxın, qiymətində hələ yaxşı endirim olunacaq, siz bu evi almağa imkanınız, gücü çata bilsin. Sağ olun.